Mən Jalə Bəhramova, Shein İndustri'nin təsisçi direktoruyam və eyni zamanda dünyanın ən böyük debat yarışı olan Change the World layihəsinin Azərbaycanda və eyni zamanda Mərkəzi Asiyada ölkə təmsilçisiyəm. Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etmək, dövlətimizə və dövlət dilimizə sadiq qalmaq və ölkəmizi dünyanın hər bir yerində düzgün şəkildə təqdim etmək və Azərbaycan gəncliyinin potensialını, gücünü, vizyonunu dünyaya tanıtmaq. Biz Shein Akademi olaraq dünyanın 15 ölkəsində mövcud olan bir məktəbik və dünyada məktəb kimi fəaliyyət göstəririk. Azərbaycanda isə beynəlxalq təhsil mərkəzi və beynəlxalq layihələrə hazırlıq, eyni zamanda qeyd etdiyim kimi Change the World layihəsinin Azərbaycanda və regionda ölkə təmsilçisiyik və əsas da missiyamız Azərbaycan gənclərinin xarici təhsil həyatını reallaşdırmaq, onlara ingilis dilində danışmağı öyrədirik. Çünki bu günlərim dünyanın dili ingilis dilidir və əgər biz gəncliyimizi dünyaya tanıtmaq istəyirsə, öncə biz onların dilini, daha sonra isə onları dünyaya tanıtmalıyıq və bu sahədə dayanmadan çalışırıq ki, komanda olaraq faydalı olaq cəmiyyətimizə. Mahir Qurbanov, Qafqaz İbero-Amerika Düşüncə Mərkəzinin rəhbəri və İspan dili ölkələr üzrə mütəxəssis olaraq fəaliyyət göstərirəm. Bizim əsas işimiz məhz İspan dili ölkələrdə, İspaniyada və Latin Amerika ölkələrində Azərbaycanımızın təbliğatını aparmaqda, oranın kütlə informasiya vasitələrində İspanca çıxışlar etməkdir. Və Shein Akademinin bugünkü tədbiri də çox önəmli tədbirlərdən hesab olunur. Çünki eyni zamanda gənclərimizin motivasiyasında, bu koordinasiyalı şəkildə bu prosesdə bu tədbir dediyim qədərilə bu diplomatik karyeranın qurulmasında da çox vacibdir. Və düşünürəm ki, həm İspaniyada, həm Latin Amerika ölkələrinə birlikdə, həm Shein Akademi ilə birlikdə, Jalə xanımla birlikdə biz o arealda vətənimizin təbliğatı ilə bağlı vacib və gözəl layihələri həyata keçirə bilərik. Vətənimiz tərəfindən, dövlətimiz tərəfindən və fövqəladə və səlahiyyətli səfirlər tərəfindən həmin ölkələrdə Azərbaycanın təbliğatı yüksək səviyyədə aparılır. Ancaq biz də bir vətəndaş olaraq, bir politoloq olaraq və xüsusilə də bu istiqamətdə işlər aparan insanlar olaraq əgər hər hansı bir məsələdə işlər görə bilirsə, nə xoş bizlər üçün. Mən Əkbərova Nərgiz, British Council Azərbaycanın Beynəlxalq İmtahanlar Şöbəsinin müdiriyəm. Artıq 16 il ki, British Council'da fəaliyyət göstərirəm. Shein Akademi ilə biz artıq 3 ildən çoxdur ki, tərəfdaşıq. Bugün burada WON proqramının dəstəkçisi olaraq iştirak edirəm. Shein Akademi ilə Azərbaycandakı gənclərə həm keyfiyyətli ingilis dili, IELTS imtahanına hazırlıqlar, həm də beynəlxalq IELTS imtahanının təşkilində dəstək oluruq və birlikdə işləməkdən çox məmnunuq.